Təbii yolla dərini necə ağartmaq olar və bunu evdə özünüz necə edə bilərsiniz? Başlamazdan əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngə basmağı unutmayın. Əgər telefonunuzdan izləyirsinizsə, parametrlərinizə daxil olduğunuzdan və bildirişləri yandırdığınızdan əmin olun. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Dərinizin tonunu ağartmaq istəyirsinizsə, zərərli kimyəvi maddələrdən və ya məhsullardan istifadə etməyə ehtiyac yoxdur. Bu resepti evdə hazırlamaq çox asandır və dərinizi 7 gün ərzində parlaq edə bilər. Sizə lazım olacaqlar: 4 xörək qaşığı düyü unu, 4 xörək qaşığı adi un, 8 xörək qaşığı keçi südü və 1 qalın yumşaq salfet. Hazırlanması qaydası: un və südü kiçik bir qabda qarışdırın. Bu qalın qarışımı dəridə ağartmaq istədiyiniz bölgənin hər yerinə çəkin. Çox yaydığınızdan əmin olun. Qalın salfeti daha çox keçi südünə batırın və qarışımın üstündən dərini örtün. Qarışımı ovmamağınız vacibdir. Sadəcə quruyana qədər dəri üzərində oturmasına icazə verin. Salfet ilə örtün. Bu, təxminən 30-45 dəqiqə çəkə bilər. Zərif sabunla yuyun və bunu bir həftə ərzində gündə bir dəfə təkrarlayın. Siz qısa zamanda gözəl nəticələr görəcəksiniz. Laktik turşu dərinin üst qatlarından köhnə hüceyrələri yumşaq bir şəkildə çıxararaq onu daha parlaq və daha yumşaq edir. Bu, həmçinin sızanaq izlərini, pigmentasiyanı və dəri rənginin dəyişməsini müalicə edir. Bir çox insanlar çox tez gözəl nəticələr görmək məqsədi ilə əllər, qollar və üzlər üçün bu resepti tətbiq edirlər. Əgər qoltuq altlarınızı parlaqlaşdırmaq istəyirsinizsə, bal və aktiv kömürdən istifadə etməklə bağlı olan videomuza baxın. Dinlədiyiniz üçün çox sağ olun. Belə videoların davamını gəlməsini istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın. Bu videonu bəyənin, paylaşın və digər videoları izləmək üçün kanalımıza keçid edin.